Sağ olun. Allah bütün analara şəfa versin. Allah ölənlərimizi qəni-qəni rəhmət eləsin. Allah sizə səbir versin. Sevdiklərinizi vaxtsız sizdən almasın. Allah hər anaya yaxşı övlad, yaxşı övlada yaxşı valideyn qismət eləsin. Valideyn olmaq asandır. Doğmağa nə var ki? 2 dəqiqəlik həzzin ücbatından 9 ay bətnündə daşıyırsan, doğursan, nə analıq eləyə bilirsən, nə normal valideynlik, nə normal tərbiyə verə bilirsən, heç nə. Özünü də bədbəxt eləyirsən, evladı da bədbəxt eləyirsən. Valideyn olmaq bu həyatda ən asan bir şeydir. Amma məsuliyyətli valideyn olmaq çətindir. Onu da hər qadın, hər kişi bacarmır. Çünki indi zəmanə elə çorlanıb ki, bu dəqiqə kimliyindən asılı olmayaraq hər kəs özünü düşünür. Deyirəm, deyir, övladdır da, böyüdəcəm, sabah gedib arvadı alacaq, etməyə saymayacaq. Amma elə deyil. Sabahları səsi başqa yerdən gələndə peşmançılığın sən çəkəsən. Nə onun alan, nə ona gələn arvad, nə ona gələn kişi ona heç vaxt sənin qədər can yandırmayacaq. Ona görədir ki, uşaq ikən övladlarınıza düzgün tərbiyə keçin ki, sabah sizi peşman eləməsin, onu dünyaya gətirdiyi üçün. Bu mənim öz fikrimdir. Mən indi yaxşı evladam, mən pis evlad deyiləm. Ölənlərimizi rəhmət eləsin, mənim atam rəhmətə gedib. Başqa evladlar Nərmin kimi olsun. Mənim atam rəhmətə gedib və mənim anam qalır. Mən hələ nə anama, nə də atama heç vaxt hörmətsizlik eləməmişəm. Söz-söhbət hər ailədə olur, düzdür. Amma mən valideynlərimə nəsə hörmətsizlik eləməmişəm. Bir dənə atama hörmətsizliyim olub ki, İstəməzdi mən Elnur kimi biri ilə ailə qurumda. Bir də mən o bağışlamadı, 1 ilə qədər danışdırmadı. Ondan sonra qəbul elədi. Biləndə ki, Elnur tərbiyəli, qanacaqlı, əsas insanlar düzdür, əl-ayaqdır. Amma bəzən elə insanlar var ki, onların əl-ayağı olmasa da onların qəlbi, insanlığı hər şeyə dəyir. Mən onlara yəni sübut elədim ki, siz elə bilin ki, mən 50 ayaqlı getmişdim, sonradan belə olub da. Boşansaydım deyəcəkdiniz, boşanmada, nəsildə pis baxırlar, düzdür. Məsəl üçün ha indi. Amma gəl atam rəhmətə gedib. 4 ildən çoxdur. Əlbəttə ki, qızın yeri pisli gəlir atya deyir ki, ata pisəm, bax dolandırmır məni, pisəm. Ağzından vurur, ana göndərir yenə qaynanalı, qaynatalı evə. Ağzından vurur, yenə göndərir əlin yanına. Sabah ölüm xəbərini eşidəndə deyir, çaş biləydim, 1-ci dəfədən heç qoymazdım. Ona görə deməyim odur ki, valideyn olmaq asandır, məsuliyyətli valideyn olmaq çətindir. Valideyn olmağa nə var ki? Mənim atam rəhmətə gedib. Salyanda qonşum, bəli, ola bilər. Sevib evlənmişsiniz, təbii ki, xanım. Sevib evlənməmək nə qədər düzgün bir şeydir ki. Yəni, mən nəslimin üstündən xət çəkib Elnurla ailə qurmuşamsa, deməli, mən Elnuru sevmişəm, başda hörmət eləmişəm. Sevgi indi hamı sevir. Mən hörmət eləmişəm. Bir çoxu mənim Elnura olan sevgimə inanmır. Amma mən onları inandırmaq məcburiyyətində də deyiləm. Təbii ki, sevmişəm. İstəmişəm, Elnurla ailə qurmuşam. İstəmədiyim halda mənə kim verə bilər ki? Heç kim. Bəli. Niyə istəmir? İstəyir. Elnurun da atası rəhmətə gedib. Niyə istəmir? Var. Qaynanan var, baldızın var, qaynım var. Allah hamısının canını sağ eləsin. Onlar sosial həyatı sevmirlər. Gedirik, gəlirik, əlaqəmiz var. Bir də mənə nə olub ki, mən sevilməyəcək gəlinəm bəyəm. Hamıdan fərqli olaraq mən qaynanamın 2 əli, 2 ayağı olmayan oğluna sahib olmuşam. Yəni, məni sevməmək məncə düzgün bir şey olmazdı. Gəlin, düz danışaq. Məni sevməyə bilərsiniz, amma fikrimə hörmət eləyin, xahiş edirəm. Yəni, özünüz olaraq əlinizi vicdanınıza qoyun ki, yəni, mən sevilməyəcək, gəlin, ola bilmərəm də, yəqin, düzdür. Telefondan görünən kimi hər şey asan olsaydı bu həyatda,
çox şeylər baş verərdi. Nə çətinliklər, nə saat 6-da işə gedənlər yuxulu-yuxulu, zülümtü keçlər, hava açılmamış avtobus şoförü sərnişin yığmazdı. Çöldə tufanla, qarla, hərbçilər o səncərdə, o soyuqda, bizim keşiyimizdə durmazdı. Allah bütün şəhidləri rəhmət eləsin. Yəni, ən azından mən sevilməyəcək gəlin deyiləm də. Mən onun oğlu ilə 12 ildə evliyəm. 12 ilin içindədir. 2 övladımız var. Mən o qaynanadan bir cüt belə corab ummamışam. Canının sağlığı, həmişə də demişəm ki, sağ ol, Elnur kimi oğul vermişsən mənə. Sözüm yoxdur, söhbətim yoxdur. Mən həmişə demişəm ki, yeganə gəlinlərdən biriyəm ki, qaynanamla heç vaxt sözüm, söhbətim olmayıb. Həyatı boyu. Həmişə də hörmət eləmişəm. Qaynatam rəhmətə gedib. Allah ömür versin hamısını. Bəli, uşağım gec olub. Bəli. Qaynanan çox, əlbəttə qaynanan məni çox istəyir. Allah ömür versin. Mən də onu çox istəyirəm. Niyə istəmirəm? Allah ona ömür versin. Allah onu sağlam canla yaşamağı qismət eləsin. Nəvələrinin, nəticələrin toyun görsün. Yenə deyirəm, ay əzizlərim, mən telefondan belə aqressiv görünə bilərəm, sərt görünə bilərəm, deyib gülüb yüngül görünə bilərəm. Mənim işim başqa, mənim ailəm və sevdiklərimə ayırdığım zaman tamam başqadır. Yenə deyirəm, mənim heç kimlə bir problemim, bir sözüm, söhbətim, evi var, eşiyi var. Bəli. Çalvada Əfəndiyevlərdəndir, rəhmətli Sadəmin oğlu. Hacılı Əfəndiyin nəvəsidir. Övliyadır, daşı var. Çox sağ ol. Qaynanan da, bəli, gələndə gəlir. Onların malı heyvanı var. Rayon evidir, qoyub çıxa bilmirlər. Gedirik, gəlirik, münasibətimiz var, danışırıq. Allah hamısına ömür versin. Siz niyə elə düşünürsünüz ki? Çox maraqlı deyil, valla. Mən 12 ildə hələ bir dəfə sözüm, söhbətim olmayıb qaynanamla. Heç vaxt. Çünki ona mən icazə verməmişəm. Hər zaman öz hörmətimi saxlamışam. Mən onun o boyda əmanətinə baxıram. Dolmağımı bitirdim, çıxıram indi birazdandan. Niyə ağladı o? Əlcə ilə istəmirəm, ürəyim əlcə ilə. Mən ailəmə bişirirəm, özümüz yeyirik. Əlim, ayağımda min şükür olsun, tərtəmizdir. Saat 7 tamamdan moykanın altında qab yığışdır. Vallahi səhər açılandan nə tualetə girmişəm, nə də çay içmişəm. Bilmək istəyirsinizsə budur, yəni söhbət. Da imkan ver, qoy işimizi görək.